Avropanın tam ortasında yerləşən qədim qalalarla müasir memarlığın əl-ələ verdiyi bir ölkə Çexiya. Bura elə bir ölkədir ki, kilsələri daha çox muzey kimi istifadə olunur. Çünki insanların əksəriyyəti Tanrıya inanmır, amma bu ölkənin həm mistik, həm realist tərəfləri sizi valeh edəcək. Gəlin Çexiyanın iç üzünə birgə səyahət edək. Mərkəzi Avropa ölkəsi olan Çexiya dünyada ən çox tanınan və turist cəlb edən ölkələrdən biridir. Hər il milyonlarla turist bu ölkəni ziyarət edir. Əhalisi təxminən 11 milyon nəfərdir və ən sıx məskunlaşmış şəhəri paytaxt Praqadır. Praqanın əhalisi təxminən 1,5 milyon nəfər təşkil edir və turistlərin ilk dayanacağı adətən məhz bu şəhər olur. Praqa həmçinin məşhur yazıcı Franz Kafkanın da vətənidir. Çexiya və burada yaşayan insanlar haqqında qeyd ediləcək ən diqqət çəkici məqamlardan biri odur ki, bu ölkə Avropada ən böyük ateist əhalisinə sahib ölkələrin başında gəlir. İsveç, Estoniya və Çexiya kimi ölkələrin insanlarının böyük əksəriyyəti Tanrının mövcudluğuna inanmırlar. Məsələn, Çexiyada əhalinin təxminən 60%-nin heç bir dini inancı yoxdur. Bu səbəbdən də kilsə və monastır kimi dini məkanlar daha çox muzey və ya konsert zalı kimi məqsədlərlə istifadə olunur. Xüsusilə Praqada çoxlu sayda kilsə görəcəksiniz, lakin onların əksəriyyəti boş olur. Binaların memarlığı olduqca göz oxşayan olduğu üçün insanlar bu məkanlarda daha çox foto çəkdirmək üçün istifadə edirlər. Çexiyada əhalinin təxminən 94%-i etnik çexlərdən ibarətdir. Qalan hissə isə əsasən miqrantlardır. Çexiyada miqrantların müxtəlifliyi az deyil. Vətəndaşlıq əldə edənlərdən əlavə ölkədə yarım milyondan çox miqrant yaşayır və bu insanlar əsasən Praqa ətrafında məskunlaşıblar. Pivə bu ölkənin əsas simvollarından biridir və çexlər üçün ayrılmaz bir içkidir. Avropada adam başına düşən pivə istehlakında ilk beşlikdə olan ölkələrdən biri şübhəsiz ki, Çexiyadır. Bundan əlavə, ölkədə 6-15 yaş arası təhsil məcburidir və ödənişsizdir. Əhalinin 99%-i savadlıdır. İnsanlar qətiyyən cahil deyillər və təsadüfi bir şəxsin belə müxtəlif mövzularda bilgisi olur. Tarixi 5-ci əsrə qədər gedib çıxan bu ölkə uzun illər Roma-German imperiyası, Habsburqlar və daha sonra Avstriya-Macaristan imperiyasının hakimiyyəti altında olub. Birinci Dünya müharibəsi illərində bu imperiyalar süqut etdi. Çex və Slovak xalqları birləşərək Çexoslovakiya adında müstəqilliklərini elan etdilər, lakin Çexoslovakiya da uzun ömürlü olmadı və İkinci Dünya müharibəsindən sonra müstəqilliyini itirərək Sovet təsiri altına düşdü. Sovet İttifaqının süqutundan sonra 1 yanvar 1993-cü ildə Çexiya və Slovakiya iki ayrı respublikaya çevrildi. Beləliklə Çexiya 12 mart 1999-cu ildə NATO-ya, 2004-cü ildə isə Avropa Birliyinə üzv oldu. Bugün Çexiya coğrafi mövqeyinə görə Avropanın ürəyi sayılan ölkələrdən biridir. Şimalında Polşa, qərbində Almaniya, cənubunda Avstriya, şərqində Slovakiya yerləşir. Ölkənin dənizə çıxışı yoxdur. Hazırda Çexiyaya hava yolu ilə asanlıqla səyahət etmək mümkündür. Əksər səfərlər Praqa hava limanı vasitəsilə həyata keçirilir. Ölkədə qışlar olduqca sərt keçir və güclü qar yağışları olur. Qar yağışı altında səyahət çox funksional olmadığından Çexiyaya yay aylarında getmək daha məqsədə uyğundur. Xüsusilə may-sentyabr ayları arası Çexiyaya səfər üçün ən ideal zamanlardır. Çexiya ümumilikdə təhlükəsiz və cinayət səviyyəsi aşağı olan bir ölkədir. 2019-cu il Qlobal Sülh İndeksi hesabatına görə Çexiya dünyanın ən təhlükəsiz 7-ci ölkəsi seçilib. Bu ölkədə qanunlara riayət olunması və rüşvət, qohumbazlıq kimi halların qarşısının alınması ilə əlaqədardır. İqtisadi vəziyyətin yaxşı olması səbəbindən insanlar cinayətə ehtiyac duymurlar. Məsələn, spirtli içki qəbul etdikdən sonra sükan arxasında oturmaq və yol hərəkəti qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. Lakin çexlər çox içki içən bir xalq olduğundan bəzən qaydaları pozur. Maraqlı faktlardan biri də odur ki, qapalı məkanlarda siqaret çəkmək qadağan deyil və tamamilə qanunidir. Əlbəttə, bəzi restoranlarda siqaret çəkilməyən sahələr də mövcuddur və müəyyən dərəcədə narkotik istifadəsinə də icazə verilir. Bəs Çexiyada iqtisadi vəziyyət necədir? Gəlin biraz da bu haqda danışaq.
Çexiya Avropa Birliyi və dünya ortalamasına görə adam başına düşən gəlir baxımından yüksək göstəricilərə malik ölkədir. Sənayeyə əsaslanan bir iqtisadiyyata sahibdir və öz avtomobillərini, tramvaylarını və metro sistemlərini istehsal edə bilir. Bəlkə də eşitməmisiz, amma Çexiya Avropanın ən böyük 5-ci avtomobil istehsalçısıdır. Ərzaq məhsulları isə böyük ölçüdə idxal olunur. Bu səbəbdən kənd təsərrüfatında çox inkişaf etməyib. Əvəzində heyvandarlıq daha geniş yayılıb və kənd yerlərində çoxlu insan mal-qara ilə məşğuldur. Ölkənin əsas gəlir mənbələrindən biri isə şübhəsiz ki, turizmdir. Həm Avropa daxilində, həm də dünya miqyasında böyük bir turizm potensialına sahibdir. Turizm sahəsi sayəsində ölkədə işsizlik və dolanışıq problemi demək olar ki, yoxdur. İşsizlik səviyyəsi cəmi 3%-dir və bu göstərici ilə Avropanın ən aşağı işsizlik səviyyəsinə sahib ölkəsidir. Çex mətbəxi əsasən ət yeməklərinə əsaslanır. Xüsusilə donuz əti, ördək və dovşanı çox sevirlər. Ənənəvi yeməklərinin başında donuz qabırğası gəlir. Bundan əlavə qaz budu, qızardılmış ördək və dovşan yeməkləri də geniş yayılıb. Bu yeməklərdə adətən ağır soslardan istifadə olunur. Yəni bu ölkəyə getsəz, ənənəvi yeməklərini dadmasaz da heç nə itirməyəcəksiniz. Çünki bizim zövqümüzə qətiyyən uyğun deyil. Digər tərəfdən Çexiyaya səfər etdikdə Praqanın tarix qoxusunu dərindən hiss edəcəksiniz. Eyni zamanda memarlıq baxımından maraq doğuran və yaxın dövrlərdə inşa olunmuş bir çox turistik tikili mövcuddur. Bunlardan biri də 1966-cı ildə tikintisi başa çatan rəqs edən evdir. Tikildiyi dövrdə Praqanın tarixi ab-havasına uyğun gəlmədiyi və şəhərin silüetinə yad olduğu üçün xalq tərəfindən qəbul edilmirdi. Lakin illər sonra şəhərin ən çox ziyarət olunan turistik məkanlarından birinə çevrildi. Digər tərəfdən Çexiyada həddindən artıq sayda qala mövcuddur. Elə bir vəziyyətdir ki, ölkədə 2000-dən artıq qala var. Yəni mədəniyyətlə tanış olmaq istəyənlər üçün Çexiyada kifayət qədər qala, muzey və körpü mövcuddur. Gəlin Çexiya haqqında həyatın içindən bəzi reallıqlara da nəzər salaq. Səhər tezdən və gecə saatlarında küçələrdə gəzərkən çoxlu sayda alkoqollu insanlara rast gələ bilərsiniz. Bu mənzərə bəzən sizə Avropanın ürəyi buradır sualını düşündürür. Çünki küçələrdə və döngələrdə sərxoş insanların yerlərə qusduğunun şahidi olursunuz. Yolların kənarında isə tez-tez pivə şüşələrinə və zibillərə rast gəlinir. Əlbəttə bunlar daha çox şəhərin mərkəzindən uzaq yerlərdə gözə dəyir. Turistik ərazilər xüsusi təmizliklə qorunur. Amma əgər Praqanın kənar və məhəlli hissələrində gəzirsəz, kifayət qədər zibilli və sərxoşlarla dolu mənzərələr görəcəksiniz. Bu vəziyyətin əsas səbəblərindən biri ölkədə spirtli içkilərin, xüsusilə də pivənin qiymətinin demək olar ki, sudan ucuz olmasıdır. Əvvəlcə ümumi olaraq Çexiyada iqtisadi vəziyyəti yaxşı olduğunu dedim, amma Praqada açıq-aşkar görünən problemlərdən biri də evsiz insanların çoxluğudur. Bir çox insan küçələrdə yatır. Ticarət mərkəzlərində narkotik tərkibli məhsulların satılması isə vəziyyəti daha da çətinləşdirir və insanların davranışlarına mənfi təsir göstərir. Amma bu dediklərim sizi qorxutmasın. Hər ölkənin öz mənfi tərəfləri var, ancaq Çexiyanın mənfi cəhətləri müsbət tərəfləri ilə müqayisədə xeyli kiçik qalır. Praqada gördüyünüz tarixi memarlıq və şəhərin ab-havası bütün bu mənfilikləri dərhal unutturacaq qədər təsirlidir. Üstəlik, ölkənin Avropanın mərkəzində yerləşməsi digər Avropa ölkələrinə səyahət etməyi çox ucuz edir. Elə hallar olur ki, cəmi 5-10 avroya başqa bir Avropa ölkəsinə bilet tapmaq olur. Çexiya Avropa ölkəsi olsa da, hələ də öz milli valyutası olan Çex kronundan istifadə edir. Əgər Çexiyada uzun müddətli yaşamaq fikriniz varsa, qeyd edim ki, ölkənin proqram təminatı sahəsində ciddi kadr çatışmazlığı var. Əgər proqramlaşdırma bilirsinizsə və kompüter bilikləriniz yaxşıdırsa, Çexiya şirkətlərinin saytlarına daxil olaraq e-mail vasitəsilə CV göndərməyinizi tövsiyə edirəm. Çexiyaya köçəndə təbii olaraq Çex dilini bilməyəcəksiniz, lakin ingilis dili bilirsinizsə, iş tapmaq şansınız çox yüksəkdir. Çünki ölkədə texnologiya, tikinti və dərman sənayesi üzrə şirkətlər kəskin şəkildə işçi axtarırlar. Çexiyada iş tapmaq üçün yüksək ixtisasa malik olmağınız da vacib deyil. Məsələn, təcrübəli bir tikinti ustası ayda 3000 dollar qazana bilir. Adi işçilər isə orta hesabla ayda 2000 dollar gəlir əldə edirlər. Maaşların bu qədər yüksək olmasının əsas səbəbi 2021-ci ildən etibarən Çexiyanın kütləvi şəkildə xaricdən işçi cəlb etməyə başlamasıdır. Görünür ki, sürətli sənayeləşmə istəyirlər və əhali az olduğu üçün xaricdən işçi
kiçik gətirirlər. Məncə Çexiya Almaniya kimi mürəkkəb Avropa ölkələri ilə müqayisədə miqrasiya üçün daha əlverişlidir. Çexiyada qazandığınız 1000 avro ilə etdiklərinizi Almaniyada qazanacağınız 1000 avro ilə edə bilmərsiniz. Çünki Çexiyada yaşayış xərcləri digər Avropa ölkələrinin çoxuna nisbətən daha sərfəlidir. 10 il tamamlandıqdan sonra vətəndaşlıq aldığınız halda həyat yoldaşınız da sizin üzərinizdən vətəndaşlıq ala bilir. Amma qeyd edim ki, Kanada və Niderland kimi ölkələrdə bu müddət cəmi 5 ildir. Ölkədə minimum əmək haqqı isə təxminən 600 avrodur, lakin orta maaşlar adətən 1000 avronun üzərindədir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.